Salam Nuraniyə, hər vaxtınız xeyir olsun. Bəli, biz az əvvəlki bağlantımızda da vurğulamışdıq ki, bugün axşamdan etibarən hava şəraiti ölkə ərazisində kəskin şəkildə dəyişəcək və təbii ki, bugün də ölkə ərazisində küləkli hava şəraiti hökm sürür ki, məsələ bununla bağlı da sarı və naranjı xəbərdarlıqlar ünvanlanıb əhaliyə və elə Dövlət Dəniz və Liman Agentliyi də fırtınalı hava şəraiti ilə əlaqədar olaraq gəmilərə xəbərdarlıq ünvanlayıb. Daha təfərrüatlı informasiyanı və xəbərdarlığın detallarında nə qeyd olunub buna bağlı informasiyanı qonağın Agentliyin mətbuat katibi Pərvanə İmanovadan əldə edəcəyik. Xoş gördük Pərvanə xanım. Buyurun detalları sizdən eşidək. Hər vaxtınız xeyir olsun. Sizin də qeyd etdiyiniz kimi bugün axşamdan başlayaraq paytaxt ərazisində küləkli hava şəraiti hökm sürəcək və Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi fevralın 5-i səhər saatlarına kimi davam edəcək və küləyin sürətinin 18-23, arabir 25-30, açıq dənizdə isə 32-34 metr saniyədək yüksələcəyi gözlənilir. Dalğanın isə 3-4, sonraki inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır. Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin gəmi hərəkətinin idarə edilməsi mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil edilib və aidiyyatı üzrə 3 dildə Azərbaycan, Rus və İngilis dillərində xüsusi rabitə əlaqələri vasitəsilə ötürülüb. Hazırda da göründüyü kimi mütəxəssislərimiz iş başındadır. Onlar mövcud texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirirlər. Və bu saata olan məlumatlara əsasən dünən axşamdan 2 liman giriş-çıxış bağlı idi. Artıq bir limana giriş və çıxış məhdudiyyəti aradan götürülüb, amma Dübəndi limanına giriş-çıxış bağlıdır və 20-yə yaxın gəmi isə lövbər rayonlarına və sığınacaqlarına yerləşdirilib. Mütəxəssislərimiz küləyin azalma anına qədər məlumat mübadiləsi aparacaqlar və Respublikamızın ərazi sularında hərəkətin bölünmə sistemində gəmilərin idarə olunmasına köməklik göstərəcək və hərəkətin nizamlanmasını təmin edəcəklər. Təşəkkür edirəm ətraflı informasiyanı biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, Dövlət Dəniz və Liman Agentliyinin gəmilərə xəbərdarlığı ilə bağlı detalları eşitmiş olduq qonağımız vasitəsilə və bugün axşamdan etibarən də hava şəraiti ölkə ərazisində kəskin şəkildə dəyişəcək və təbii ki, qurumların da xəbərdarlıqları olacaq və onları da tövsiyələri də diqqətdə saxlamaq zəruri hesab olunur. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik detallı məlumatlar üçün.